Salam, hər vaxtınız xeyir olsun. Mən İbrahim müəllim Muradov, MHM Tədris Mərkəzinin riyaziyyat müəllimiyim. Bugün 9 mart 2025-ci il 11-ci siniflər üçün olan buraxılış imtahanının riyaziyyat suallarının izahına baxırıq. İlk sualda deyir ki, burada deməli A çoxluğu ilə B çoxluğunun kəsişməsinin daha doğrusu A çıxılsın B-nin elementləri sayı verir bizə 6 və B çıxanı da verib 4. Son şərtdə kəsişməsi boş olmayan A və B çoxluqları üçün deyir. Yəni burada mütləq şəkildə bir element olmalıdır. Və biz bilirik ki, birləşmənin elementlərinin sayı bərabərdir. A çıx B üstəgəl B çıx A üstəgəl N A kəsişsin B. Bu 6-dır, bu 4-dür və ən kiçik olması üçün və boş olmaması üçün bura 1 götürsək, ən azı 1 və bu olar təbii ki 11. Yəni A variantı olardı. Bu sadə sual tiplərindən biridir. 62 nömrəli sual. 5-i mötərizə xaricinə çıxarsaq 5 çıxılsın A olar cavab. Bəli, D variantı olacaq. Burada sualda soruşur ki, hansı hissəsi irrasionaldır? Hansı hissəsi irrasionaldır? 10 dənə ədədimiz var. Yox, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6. Bəli, 10 dənə ədədimiz var. İrrasionallar. Baxın, bu irrasionaldır. Bu irrasionaldır. Bu rasionaldır. Bu rasionaldır. Bu irrasionaldır. Bu rasional, rasional, rasional. Bu irrasional, bu da rasional. 1, 2, 3, 4. 4 dənəsi bərabər 0-dan 10-da 4. Bir kökün altına salıb bunları eyni dərəcədə olduğuna görə 11 çıx kökdə 21, 11 üstəgəl kökdə 21 şəklində yazsaq, olacaq kökün altında 11-in kvadratı çıx kökdə 21-in kvadratı. Yəni kök altında 121 çıx 21 olacaq kök altında 100, yəni 10. A variantı olacaq. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınar? Yəni kütləsinin 20% qədər dediyinə görə 80-in 20%-ni tapırıq. Təbii ki 16 ton alınacaq. Deyirik, hansı qiymətlərində ədədi silsilənin ardıcıl hədləri olar. Biz bilirik ki, ədədi hissənin xassəsinə görə, hədlərinin xassəsinə görə ortadakı hədd bərabərdir. Qonşuların ədədi ortasının, yəni qonşuların ədədi ortasına bəylikdə özündən eyni uzaqda olan hədlərin ədədi ortasına bərabərdir. Buradan y-lar islah olar, bərabərdir. 4/2 2 qalar. Yəni modulda 3 çıxılsın y 2-yə bərabər olduğuna görə 3 çıxılsın y bərabərdir 2 götürsək y bərabərdir 1. 3 çıxılsın y bərabərdir -2 götürsək y bərabərdir 5 olar. Və cavab olar 1 və 5 D variantı olar. Deyir, iki kütlənin birincinin həcmi ikincinin həcmindən 20 dəfə böyükdür. Yəni V1 bölünsün V2 bərabərdir 27. Yəni bu həm də bərabərdir K kubuna. Buradan K bərabərdir 3 olacaq. Birinci kütlənin səthinin sahəsi S1 bölünsün S2 neçə dəfə böyük olar? K-nın kvadratı olar. Yəni 9 dəfə B variantı. Bərabərsizliyin ən böyük və ən kiçik tam həllərinin ən böyük x-dan, yəni -5,3-dən böyük tam ədəd -5-dir və 6-dan kiçik tam ədəd 5-dir. Bunların hasilini soruşur. Bunların hasili olacaq -25 Y variantı. İki perpendikular müstəvinin birindən 2 sm məsafədə 2 dənə perpendikular müstəvi götürək belə. Birindən 2 sm məsafədə, digərindən 4 sm məsafədə olan nöqtə. Bu müstəvinin kəsişmə xəttinə qədər məsafəni axtarırıq. Bura axtarırıq. X olsun. X bərabərdir. Təbii ki, Pifaqor teoreminə görə 2-nin kvadratı üstəgəl 4-ün kvadratı. Kök altında 4 üstəgəl 16. Kök altında 20. O da bərabərdir 4/5. Yəni 2 kökdə 5 olar. Bu da C variantı olar. Paralel köçürmə verib. Paralel köçürmədə bu hansı nöqtəyə çevrilərdir? X ştrix bərabərdir. A-nın x-i -3-dür. -3 üstəgəl 4 bərabərdir 1. Bu da 2 üstəgəl 1 bərabərdir 3. Yəni 1 və
3 nöqtəsinə çevrilər. Y variantı. Diaqonalların sayı 9'dur. Diaqonalların sayı düsturu n çıx 3 vur. Bir dəqiqə bir təpədən çıxan deyir. Yoxsa diaqonalların sayı 9 olan qavaraq çox uçan tərəflərin sayını tapın deyir. Böl 2 bərabərdir 9. N kvadrat çıxılsın 3n bərabərdir 18'ə. N kvadrat çıxılsın 3n çıx 18 bərabər 0. Və təbii ki, hasili mənfi 3 cəmi, hasili mənfi 18 cəmi müsbət 3 olan ədədlər 6 ilə mənfi 3'dür. Mənfi 3 təbii iki tərəf sayı ola bilməz deyə cavab 6 olacaq. Loqaritma 2 əsasından 14 çıx 10, 14 üstə gəl 10 və burada da 24. 14 üstə gəl 10, 24 ixtisar getdi. Qaldı loqaritma 2 əsasından 4. O da olacaq 2C variantı. A parametrin hansı qiymətlərində sinus x bərabərdir A minus 1 bölü 2 tənliyin həlli var. Tənliyin həlli olması üçün bu mütləq şəkildə bu aralıda olmalıdır. Burada A çıx 1 hər tərəfi 2'yə vursaq mənfi 2 ilə 2 arasında olacaq. Hər tərəfi 1 əlavə etsəm 3 ilə mənfi 1 arasında olacaq. Bəli, D variantıdır. Uyğun tərəfləri paralel olan iki bucağın biri o birinin 80%'dir. Birine x desəm o birisi olacaq 0,8 x. Bunların cəmi bərabər 180 dərəcəyə. 1,8 x bərabər 180 dərəcə olduğuna görə x bərabərdir 100 dərəcə olar. Digər də olar 80 dərəcə. Və bizdən böyük soruşduğu üçün cavab olacaq təbii ki 100. Z1 və Z2 verib qoşma ədədlər, qoşma kompleks ədədlər olarsa x və y-in həqiqi ədədlərinin cəmini tapın. Tamam. Z1 bərabərdir 9 çıxılsın x üstü i üstü 5, x i üstü 5 yazıb. Bu bərabər 9 çıxılsın x i üstü uşaqlar 4'ə bölürük, qalan qalğı götürürük. I üstü 1 ilə i olacaq. Digərində isə y üstə gəl 6 i üstü 35. 35'i 4'ə bölək. 35'i 4'ə bölsəm 8 qalıq 3 düzdür. 8 qalıq 3 olacaq bəli. Və qalır orada i üstü 3. I üstü 3 də mənfi i deməkdir. Yəni bu bərabər olacaq y çıx 6 i'yə. Buradan başa düşürəm ki, deməli y-ımız 9'a x-ımız da son şərtində fikir versək qoşma deyir ha bunlar. Bir dəqiqə. Qoşma dediyinə görə son şərtində qoşma deyir. Y bərabərdir 9 olacaq. X isə bərabər olacaq mənfi 6'ya. Və 9 üstə gəl mənfi 6 bərabərdir olacaq 3. Bəli. 76. 4 sinus kvadratla 4 kosinus kvadrat toplasam 4'ü mötərizə xaricinə çıxartsam çıxılsın. Uşaqlar bu nə verir bizə? Bu bizə verir 1 böl kosinus kvadrat alfa. Vurulsun kosinus kvadrat alfa bərabərdir. Bunlar getdi ixtisara. Bu da bizə 1 verdi. 4 vur 1 4 çıx 1 bərabərdir 3. Cavab oldu 3. 3 vur 5 üstü x üstə gəl 5 üstü x vur 5 üstü 1 bərabərdir 200. 5 üstü x-i mötərizə xaricinə çıxarsam 3 üstə gəl 5 bərabərdir 200. 5 üstü x vurulsun 8 bərabərdir 200. 5 üstü x bərabərdir 200'ü 8'ə bölsəm 25. X bərabərdir 2 olacaq. Yəni 5'in kvadratı 25 olur. Cavab 2. Burada nə edirəm? Diqqətlə baxaq. X kubu ilə mənfi 1'i qruplaşdırsam x kubu çıx 1 çıx 3x kvadrat üstə gəl 3x bərabərdir. Yalnız bu hissəni ayırıram hədəlik. Gəlin tam misal yazım sonra qarışıqlıq olmasın. Bölünsün. Bölməni vurma eləyim. Çevirin bir başa. Məxrəcdə də bu ifadəni olduğu kimi. Bu da əslində nədir? Bu nədir? Bu bizə bunu vermir. Bəli. İndi nə edirəm? Bunu yazıram. Burada 1 qalmalıdır. Bunu yazıram. X çıx 1. X üstə gəl 1 kimi. Bunun açılışı nədir verir bizə? X çıx 1. X kvadratı üstə gəl. X üstə gəl 1. Burada da mənfi 3x'i çıxartsam x çıx 1 qalır. İndi ümumi bu ifadədən ortaq vuruq kimi x çıx 1'ləri mötərizə xaricinə çıxartdıqda x kvadrat üstə gəl x üstə gəl 1 çıx 3x vurulsun x plus 1 x minus 1'in kvadratı bərabərdir
Şular x minus, x plus 1'ler buradan getdi. X minus 1'ler də buradan getdi. Bərabərdir. Bu bizə nə verir? Bu bizə verir x kvadratı çıx 2x üstə gəl 1 bölünsün 2 vurulsun 1 böl x çıx 1'in kvadratı. Bu da elə buna gedəcək ixtisara. Qalacaq 2-də 1. Cavab oldu 2-də 1. 79. Akt zalında hər sıradakı yerlərin sayı, deməli sıralar var və hər sırada yerlər var. Belə yerlər var. Sıraların sayı olsun x. Hər sıradakı yerlərin, bir dəqiqə. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Yerlərin sayı çoxdur. Aha. Deməli, yerlərin sayı olacaq x plus 8. Hər sırada. Bir daha oxuyaq. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayının... Aha, tamam, düzdür. Deməli, burada nə olacaq indi? Ümumi yerlərin sayını tapmaq üçün sıraların sayını hər sıradakı yerlərin sayına vurmalıyam. Bu da mənə 384 verir, düzdür? Bir dəqiqə baxın. Bəli. X kvadratı üstə gəl 8x çıxılsın 384 bərabər 0-a. Diskriminant bərabərdir 64 üstə gəlinsin 4 vurulsun 384 bərabərdir 1600 eləyir. X1 bərabərdir mənfi 8 üstə gəl kök altında 1640 olacaq bölünsün 2 bərabərdir 32 bölü 2 16. X2'si bunun təbii ki mənfi 8 çıx 40 bölü 2 bərabərdir mənfi 24'dir. Bu kənar kökdür çünki mənfi 24 ola bilməz sıraların sayı və təbii ki sıraların sayı olacaq neçə? 16. X yazmışıq sıranın sayına. Bəli, sıranın sayı oldu 16. Növbəti sual elə toplu suallarından biridir. Deməli, bunu verir bizə 9, bunu 16. Biz burada görməliyik ki, düzbucaqlı üçbucaqda deməli, h olsa bura, h kvadrat bərabərdir m vur n olduğuna görə 9 vur 16 yazsaq, buradan çıxır ki, h bərabərdir 3 vur 4, yəni 12. Bura oldu 12. Digər tərəfdən sahə bərabərdir dh vur dh, daha doğrusu d vur dh, yəni diagonal vurulsun, diagonala çəkilmiş nə? Hündürlük. Bu da bərabərdir 300 olur. Belə. 81 nömrəli sual. Supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10 və 20 AZN dəyərində 5 AZN, 10 AZN və 20 AZN dəyərində kuponlarından yalnız biri olmaqla bir dəqiqə uduş kampaniyası çərçivəsində müştəriyə hər birinə 5, 10 və 20 AZN dəyərinə alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. Kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN kuponların sayının 2 dəfə azdır. Bunları x desəm bunlar olacaq 2x. 5 AZN-lik kuponların sayından isə 16 ədəd azdır. 16 ədəd azdır. 5 AZN-likdən 16 ədəd azdır. Onda bu olacaq x plus 16. Və müştərinin təsərrüf seçki yazılır. Aha, əvvəlcə gəl nə edək? Biz bunları toplayaq. 5 AZN-liklər, 10 AZN-liklər, bir dəqiqə 10 AZN-liklər 2x-dir da. Üstə gəl 20 AZN-liklər bərabərdir 28 dənə zərf. Diqqət edin sualın o hissəsinə deyir ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10 və 20 AZN dəyərini alış-veriş kuponlarından yalnız biri, yəni bir zərfin içərisində bir dənə 5 manatlıq və yaxud bir dənə 10 manatlıq və yaxud bir dənə 20 manatlıq var. Yəni heç bir zərfin içərisində 2 dənə 20 manatlıq və yaxud bir 20, bir 5'lik, bir 10'luq, bir 20'lik yoxdur. Hərəsində bir dənədir. Tamam. Və ümumilikdə bunların cəmi olacaq 4x üstə gəl 16 bərabərdir 28. 4x bərabərdir 28-dən 16 çıxsaq 12. X də bərabərdir 3. Deməli, bu 3 dənə olacaq. Bu 2 vur 3 6 dənə. Bu da olacaq 19 dənə. 19 dənə. Bəli. Sonra digər hissəsində deyir. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların
ümumilikdə 30 AZ-nin dəyərində olması. Deməli bu adam 2 dənə zərf seçib kombinezon bərabərdir 28-dən 2. Yəni bu daha doğrusu ehtimal tapmaq üçün məxrəci yazır kombinezon 28-dən 2. Çünki 28 biletdən zərfdən x-ini seçib. Surətdə isə baxın 30 AZ-nin dəyərində olması deyirsə 30 AZ-nin dəyərində olması üçün biri 2 dənə seçildi. Biri 10 manat, biri 20 manat ola bilər. Başqa nə? Düşünə bilərsən ki, müəllim, bir dənə 20 manat, 2 dənə 5 manat, artıq 3 dənə zərf olacaq. Ona görə bir dənə 20 manatlıq, bir dənə də 10 manatlıq. Neçə 20 manatlığı var? 3 dənə. Kombinezon 3-dən 1 vurulsun. Neçə 10 manatlığı var? 6 dənə. Kombinezon 6-dan 1 bərabərdir. Məxrəc olacaq 28 vur 27 bölü 2 və sürətli olacaq 3 vur 6 bərabərdir. Bu 2-yi də qaldırıram bura. Buradan götürürəm. Deməli 3-dən 27-ni ixtisar farq 9. Bununla da 3-ə getsin burada 3, burada qalsın 2. 2 vur 2 4. 28-ə getsin 7. Burada 1. 63-də 1. Növbəti sual. ABC üçbucağının AB və AC tərəflərinin mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrinin toxunur. ABC bucağı 40 dərəcədir. KMC qoysun dərəcə ölçüsünü tapın. Deməli, belə bir şəkildir, təxmini belə. Bura A-dır, bura C, bura B, bura K. Bura 90 veriblər, burada 40 dərəcə. Üçbucağa görə baxsam məsələyə, üçbucağa görə baxsam, bura təbii ki 50 dərəcə olduğunu görürəm. Və biz bilirik ki, çevrədə qayda var da, çevrənin toxunanları var, bu toxunandır, bu da toxunan. Toxunanlar arasında qalan bu qövsün hissəsi ilə bu bucağın cəmi 180 dərəcə olmalıdır. Onda belə çıxır ki, bura 130-dur da. KMC qövsün dərəcə ölçüsü, bəli. KMC qövs KMC bərabər olacaq 130 dərəcəyə. Məsələn, 83 açılış şəklində verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa apofilin uzunu tapın. Deməli, bunun oturacağı kvadratdır da. Çünki düzgün deyil axı bizə, düzdür. Bir piramida çəkək belə, 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 belə. Və oturacağın sahəsi əgər 100 veribsə, tərəf olacaq 10. Tərəf 10-dur. Və tam səthin sahəsi 360-dırsa, S yan bərabərdir 360-dan S oturacağı çıxsam, yerdə qalacaq 260. Və bir yan üzünün sahəsini tapmaq üçün, bir üçbucağın sahəsini tapmaq üçün 4 dənə də xıb var. 260-ı böləcəm 4-ə bərabərdir 65. Deməli, bir dənəsinin sahəsi 65-dir. Üçbucağın da oturacağın bizə veriblər 10, apofem L, sahəsi 65. S bərabərdir 2-də 1 vur, 10 vur, L bərabərdir 65. Buradan L bərabərdir, deməli, 2-dən 65, 130 böl 10, 13, bəli, cavab olacaq 13. 84. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunları görə sayıları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 770-dən çox olanların sayını tapın. Deməli, bunlara baxsam, y üstə gəlinsin 3x bərabərdir 21. Bunlara baxsam, 2y üstə gəlinsin x bərabərdir 17. Deməli, nə olacaq burada? Yuxarını mənfi 2-yə vuraq. Yəni, ayrı yazımda bununsa qarışmasın. Mənfi 2y çıx 6x bərabərdir mənfi 42-yə. 2y üstə gəl x bərabərdir 17-yə. Buradan alınır ki, daha doğrusu tərəf toplayacağım da bunları. Bunlar getsin. Mənfi 5x bərabərdir. Mənfi 25-ə x bərabərdir 5-ə. X 5-dirsə, burada nəzərə alsam, 3 vur 5, 15. Y də 6 olar. Gəl cədvəli dolduraq. Cədvəli dolduraq. Deməli, bu 6 oldu, bu 15 oldu. Bu, deməli, 5x-imiz 5 idi. Bu da 12 olacaq. Deyir ki, bu qrupda boyu 170 santimetrdən çox olan, 170-dən çox olan oğlanların sayını tapın. Oğlan 170-dən çox 12 nəfər. Cavab 12 olmalıdır. Gəldik qəşəng bir funksiya sualına. Deməli, uşaqlar, funksiya sualı elə də çətin sual deyil. Əslində, rahat sual düşür bura.
Deməli, fikir verirsinizsə belə bir parabola verir, düzdürmü? Parabolanın təpə nöqtəsinin koordinatlarını tapaq, MV-ni tapaq. Müxtəsər vurma düsturunu yaxşı bilən şagird heç düstura ehtiyac olmaz. Bunu buradan belə deməli yazar, belə, belə, belə. Buradan görsənir ki, M4, N də 2-dir. İndi bunun necə tapılması barəsində müxtəsər bilmək lazımdır. Onun üçün burada 4, bura 2-dir. A nöqtəsinin koordinatlarını bildik. Tamam. İndi bizə sualda deyir ki, diqqətlə baxın. Bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna görə. Absis oxuna görə mən bunu simmetrik çevirsəm, bu nöqtə çevriləcək bura. Qrafik olacaq bax belə bir qrafik. Bura olacaq B. Sonra koordinat başlanğıcına görə çevirsəm, bu olacaq bura mənfi 2-dir bu arada. Bu olacaq mənfi 4-ə gələcək. Bura olsun C. Burada belə bir şey olacaq. Sonra bu A-nı Y oxuna görə çevirsəm, bu olacaq belə. D. Və indi nəyə baxaq? Biraz burası yaxşı olmadı bu hissə. Mənfi 2 hissəsini biraz bura yazardım. Mənfi 2-ni gərək. Aha. Dikkat etse burada bir dördbucaqlı əmələ gəldi. ABCD dördbucaqlısı. Son şərtlə bizə deyir ki, ABC'nin perimetrini tapın. Tapaq da nə var ki burada tapmağa? Sadə bir sualdır. Bu məsafə, bax bu məsafə neçədir? 2 bura, 2 bura 4. Deməli bura olacaq 4. Bu məsafə bəs 4 burada, 4 burada, bura olacaq 8. Və salam, perimetri bərabərdir. 2 vur, 4 üstə gəl. 8, 24. Bu qədər. Sağ olun. Hamıya uğurlar.